Ölkə futboluna həsr olunan podkastlarımız davam edir. Bu gün bu istiqamətdə başqa bir söhbətimiz var. Başqa bir istiqamətlərə yönələcəyik. Gənc məşqçilər, futbol məşqçiləri, ölkə futbolunda yerli baş məşqçilər məsələsini müzakirə etmək istəyirik və bu mövzuda çox maraqlı bir qonağımız var. Bu mövsüm Premyer Liqada debüt edən və tanınmış futbolçumuz millimizin sabiq üzvü Elvin Məmmədovla biz danışacağıq. Həm özü, həm Səbail, həm də ölkə futbolunda olan gözləntilərlə bağlı. Elvin, xoş gördük. Çox sağ olun Azər müəllim, dəvətiniz üçün. Biz təşəkkür edirik gəldiyin üçün. Bu mövzuda biz müxtəlif qonaqlarımız olur, müzakirələr eləyirik. Amma Elvin Məmmədov profili də bizim üçün çox maraqlıdır. Çünki belə deyək, sürətli şəkildə Premyer Liqada debüt etdin və özün komandan müəyyən fərqlər ortaya qoya bildi, müəyyən göstəricilər ortaya qoya bildi. Və ümumiyyətlə bizim futbolda da, dünya futbolunda da bəzən düşüşdən sonra danışmaq çətindir. İnsanlar qaçırlar, mütəxəssislər qaçırlar bu mövzuda. Ona görə ayrıca təşəkkür edirəm danışmağı seçdiyin üçün, bizi seçdiyin üçün. Biraz çətindir danışmaq, amma həm də məncə lazımdır. Mövsüm ümumiyyətlə Səbaildən başlayaq, sonra özünə keçəcəm. Səbail üçün qışdan sonrakı dövrü biraz dəyərləndirək. Xüsusilə sən baş məşqçisi təyin olunandan sonrakı dövrdən gözləntilərin necə idi? İlk öncə bu məşqçilik karyerasına başlamadan əvvəl həm Səbailin 15 yaşlarında başlamışdım akademiyada, sonra da 19 yaşlarında baş məşqçi oldum. Mənim üçün həqiqətən bu il gözlənilməz oldu. Hər şey sürətli şəkildə oldu. Səbaildə bir müddət 4 günlük bir sıkılda məşqçiliyə başladım. Ondan sonra da 1-2 aydan sonra yenidən baş məşqçi vəzifəsini yerinə yetirdim. Həqiqətən bu mənim üçün böyük bir təcrübə idi. Böyük bir Allahın bir neməti idi ki, B kateqoriyasında bir məşqçinin Səbail komandasında baş məşqçi vəzifəsində işləməyi. Bu periodda həqiqətən çox yaxşı şeylər oldu. Məşqçilik karyerasında yeni addımlar, böyük təcrübə oldu. Futbolçulardan, uşaq futbolu başqadır, amma böyük futbolçulardan işləmək, professional futbolçulardan işləmək tam fərqli bir şeydir. Ona görə həqiqətən çox pozitiv bir şeylər oldu mənim üçün. Rezultat baxımından bəlkə də reaksiyon olmadı. Çünki bugün uğur olsaydı, daha yaxşı olsaydı, qələbələr olsaydı, bugün daha başqa mövzularda danışardıq. Amma sırf özümlə bağlıdırsa, bu mənim üçün böyük bir təcrübə oldu. Futbolçu kimi tamam başqadır, məşqçisi kimi tamam başqa. Yəni bu dərəcədə fərqli gözləyirdinmi? Yoxsa məsələn mən düşünürəm futbolçu kimi fikirləşirdin, rahatdır, keçib bir çoxlarda, yəni istənilən futbolçu düşünür ki, keçib oradan bu qədər çətin deyil. Amma baş məşqçi kimi onun nə qədər çətin, nə qədər mürəkkəb proses olduğunu hiss elədinmi, elədinsə biraz bölüşək. İnanın futbolçu kimi tam başqadır, amma məşqçi kimi tam böyük məsuliyyətim var. Yəni tək komanda yox, hər bir şey haqqında fikirləşirsən. Yəni həm deyək ki, siz jurnalistlər tərəfindən ora çıxanda nə cavab verəcəm, o barədə həm futbolçulardan danışmaq, hər birinin bir başqa psixologiyası var, başqa yanaşması var. Yerlilərdən tam başqa olursan, legionerdən tam başqa olursan. Həqiqətən böyük bir təcrübə oldu. Amma bir şey də deyim ki, futbolçu olandan sonra məşqçiliyə ilk addım atanda bəzən o moduldan çıxa bilmirsən, futbolçu modulundan çıxa bilmirsən. Amma C kursu və B kursu həqiqətən 180 dərəcə dəyişdi məni. Daha təmkinli olmağa çalışırsan, verdiyin qərarlarda düşünürsən. Kateqoriya məni həqiqətən 180 dərəcə dəyişdi. Orada sağ olsun Aslan müəllim, Osman müəllim, orada həqiqətən çox yaxşı şeylər öyrəndik. Futbolun adi olduğu kimi deyil də futbol. Tam başqadır. Biz fikirləşirik ki, futbolçu olanda biz hər şeyi bilirik. Elə deyil. Tam fərqli bir şeydir. Çox çətin idi. Yəni futbolun içində o adamlar təsdiqləyir ki, az qala möcüzəyə bərabər idi komandanı o vəziyyətdə saxlamaq. Nəyə görə? Həm psixoloji məsələlər var idi. Çox şey var idi. Səncə əsas nələri dəyişmək istədin, nələr çatmalı qalmaq üçün? İlk öncə onu demək istəyirəm ki, biz mental olaraq dəyişməliyik.
Yəni sırf özümlə bağlıdırsa, bunu özümə demək istəyirəm ki, həm də futbolçulardan bölüşürdüm bunu. Həm mən elədiyim futbol həyatında yanlışları istəmirdim ki, həm legioner olsun, həm yerli futbolçular olsun eləməsin. Bunu dəfələrcə vurulurdum ki, futbol ömrü qısadır. Yəni bu maksimum yapışmaq lazımdır bu sənətdən. Yəni həm gözəl sənətdir, həm ad, san var, hər şey var, pul var. Bu periodu deyirdim ki, onlara ancaq yəni bu əlinizdən çıxartmayın. Bu nə gözəl nemətdir. Qədrini bilmək lazımdır. Yəni o amma futbolçu psixologiyası tam fərqlidir də, yəni. Bunu mən də deyirdim də ki, bəzən də qəbul eləmirsiniz bunu, amma vaxt keçəndən sonra bunu qəbul edəcəksiniz. Necə ki mən indi qəbul edirəm bunu, elədiyim səhvləri. Amma o zaman onlara deyirdim ki, eləməyək bunları. Yəni sağ olsunlar. Yəni qulaq asan da oldu. Yəni o periodda yaxşı şeylər oldu. Həm öyrəndiyim, məşqçilərdən öyrəndiyim indiyənə kimi məşqçilərim var idi ki, yəni Qurban müəllim olsun, Samir müəllim olsun, Ayxan müəllim olsun. Yəni adlarını çəkməyə yadımdan çıxdı məşqçilər var. Hər birindən nələrsə götürmüşdüm. Onları miks eləyib yəni futbolçulara çalışırdıq ki, yeridək. Yaxşı şeylər də var idi. Yəni dediyim kimi bu ilk 2 turdan sonra yəni 4 turu həqiqətən çox yaxşı oynadıq. Yəni siz jurnalistlər tərəfindən də, media tərəfindən də həqiqətən dəstək var idi ki, komanda oynayır, amma nəticə yoxdur. Yəni ən sonda 3 xal lazımdır yəni sənə. Yəni Premyer-də qalmaq üçün ən azı 3 oyun tutsaydıq, bəlkə də o dediyim kimi bu günləri başqa söhbətlər olacaqdı. Amma yəni bunu biraz həmən period üçün futbolçuların biraz qıt olmağı, yəni əlavə gücün olmamağı, bir də bəzən futbolçular o durumu aşa bilmirlər. Bir dənə qalibiyyət olsaydı, bəlkə daha yaxşı şeylər olardı. Amma futbol olaraq mənim mənada o istədiyini sanki aşılaya bilmişdin. Yəni yaxud da soruşum aşılaya bilmişdinmi? Mən belə deyək də ayrı-ayrı oyun epizodlarında, ayrı-ayrı oyun periodlarında hiss olunurdu komandada ki, nələrsə var. Əlbəttə ki, var. Yəni analiz eləyirdik, pas oynaya bilirdik, topdan sonra reaksiya keçə bilirdik. Yəni futbol termininə uyğun, yəni tam 100% olmasa da bir 50%-ni eləyə bilirdik. Bu sevindirici hal idi ki, var idi o şeylər. Burası deyəndə ki, mən də müasir futbolun hardasa yəni öyrəndiyim, baxdığım, dediyim məşqçilərdən götürdüyüm şeylər var ki, onu miks eləyib müasir futbola uyğun nəsə eləməyə çalışırdım. Yəni çox yaxşı şeylər var idi. Amma dediyim kimi ən sonda o qələbə olmayanda onun dadı çıxmır da yəni. Bu dediyim gibi bu mənim üçün böyük bir təcrübə idi. İnşallah bundan sonraki periodda daha yaxşı şeylər gözləyirik. Elvin, ümumiyyətlə biz indi dünya futbolunda da müşahidə edirik də. Artıq o köhnə adlar, o bəlli məşhur adlar dönəm-dönəm öz qüvvəsini itirir də. Yəni dünya futbolda, istər klub, istər milli səviyyəsində daha çox müasir, fəlsəfəsi olan, özünün belə deyək partlayışını gözləyən baş məşqçilərə inanır. Böyük klublar olsun və s. Sən və sən qəbildən olan bir neçə məşqçilərimiz var ki, futbolu yeni buraxıblar və çalışırlar bu istiqamətdə hansısa işlər görsünlər. Gələcək olaraq yəqin ki, davam eləyəcəksən baş məşqçi kimi. Özünün hansı baxışını inkişaf elətdirmək istəyirsən və yaxud da özünü nəyə hazır hiss edirsən? Yəni sabah müəyyən bir şans olarsa o partlayış eləmək üçün belə deyək. İlk öncə yəni onu demək istəyirəm ki, bu sırf öz şəxsimə aid deyil. Ümumiyyətlə deyirəm, biz həm futbolçular olaraq, həm də ümumi futbola baxışı olan adamlar kimi deyirəm, adamlara xahiş eləmək biz dəyişməliyik, mental olaraq dəyişməliyik ki, yəni sırf bu özümə bağlı deyil. Bəlkə də deyəm, dubullarda, ümumi məşqçilərdə deyək ki, gənc yaşında olan məşqçilər var ki, ambisiyası böyükdür və yaxud da hansısa bir fəlsəfə üzərində gedir və hansısa bir məşqçiləri götürdüyü şeylər, işlər var. Bəlkə onlara şans verilib daha yaxşı ola bilər. Çünki bunun siz məndən də yaxşı bilirsiniz, Avropada o qədər örnəyi var ki, gənc məşqçilərə üstünlük vermək. Bizim şəxs öz adıma deyirəm, mənim öyrənəcək çox şeylərim var. Öyrənməliyəm, inkişaf eləmək üçün axtarmalıyıq. Biz gənclərə aiddir ki, məşqçi üzərində işləməli, davamlı işləməlidir. Deyək ki, müasir futbol tam başqa səviyyədə gedir.
müasir futbol daha dinamikdir, daha keçid oyunları var. Yəni bu barədə həqiqətən həm əlimdən nə gəlirsə bu gün öyrənə biləcəyim qədər var. Yəni həm YouTube-da baxıram, həm məşqçilərdən danışıram ki, nələrisə öyrənəm. Çünki elə bir period dövründəyəm ki, mən öyrənməliyəm. Bunun üçün də yenidən bir şans olarsa, yenidən böyük futbolda, yəni Premyer Liqada işləyirəmsə, yəni əlbəttə ki, yəni buraxdığım, yəni bu sabah ildə eləmədiyim şeyləri yenidən eləməyə çalışaram. Bunun üçün də inanıram ki, o vaxt zaman gələcək inşallah. Komanda olaraq birinci divizionda böyük ehtimal komanda davam edəcək, amma indi mətbuatda da yayılan məlumatlara görə belə özümüzdə belə deyək, mətbuata çıxan məlumatlara görə hələlik konkretləşməyib, yəni ki, hansı məqsədlər uğrunda mübarizə aparacaq. Səbəb nə olur olsun qalacaqsan yoxsa hələlik? Bu barədə həqiqətən rəhbərliklə söhbətimiz olub. Ən əsası odur ki, rəhbərlikdə qabağına məqsəd qoyub ki, Premyer Liqada təzədən qayıtmaq. Bunun üçün həqiqətən çox suallar var. Çünki hələ reqlament bilinmir, nə vaxt başlanacaq. Bu suallar, biraz çox suallar var. Ona görə tam bu barədə dəqiq məlumat verə bilmirəm. Çünki ən sonunda da büdcədən asılıdır vəziyyət. Buna əminəm ki, Premyer Liqada da yaxşı komandalar var, iddialı komandalar var. Əgər biz də iddialı olmaq üçün bəlli bir şeylər var ki, onu həyata keçirməliyik. Bunun üçün də dediyim çox suallar var. Bu barədə biraz tezdə danışmaq. Yəqin ki, bir 10-15 günə və yaxud da bir aya dəqiqləşəcək məsələlər. Biraz da ümumi mövzularda istəyirəm danışaq. Ölkə futboluna baxışın. Ümumiyyətlə futbolumuzun bu günü Premyer Liqamız böyük bir canlanma hiss olunur. Xüsusən də bu iki klubda gələcək artıq yeni mövsümdən daha rəngli, daha fərqli çempionat gözləyirik. Həm biraz çətin görünür, suallar çoxdur. Bayaq qeyd etdiyimiz kimi məsələn bəzi klublar limitin ləğv olunmasından sonra daha da güclənəcək və s. Yeni mövsüm ölkə futbolundan, Premyer Liqamızdan gözləntir necədir? İlk öncə yerli futbolçular haqqında desəm, yəni bu suallar hər zaman olur. Yəni bu limit qalxandan sonra. Məncə yerli futbolçular üçün çətin olacaq. Daha çox əziyyət çəkməlidirlər. Yəni çünki limit olmayanda istər-istəməz əməkçilər üçün də ən asan yollardan biri odur ki, legioner gətirib onlardan işləmək. Amma dediyim ən birinci biz mental olaraq dəyişməliyik. Futbolçular daha ciddiyyətdən, daha məsuliyyətli yanaşmalıyıq ki, biz inkişaf edə bilək. Məncə çempionatın səviyyəsi bir balaca artacaq. Nəyə görə ki, yeri tərəfindən danışmam. Gələn legionerlər bir-birinə ən azından mübarizə aparacaqlar. Yəni maraqlı çempionat olacaq. Bu mənim düşüncəmdir. Milli komandalardan da biraz danışaq. İndi sən özün də oynamısan, amma əfsuslar ki, illərdir millilər düzəlmir də aşağı yaş qruplarda. Bax, yerli futbolçulardan da sən ümumiyyətlə bir çox məşqçilər danışır, yəni daha çox artırmalıdır. Hətta limit məsələsində də bir ictimaiyyətin böyük bir belə deyək, 50-50 idi də. Yəni böyük bir əsəriyyət deyirdi ki, yerli futbolçular doğrudan da artırmalıdır falan. Yəni biraz o arxayınçılıq, limit məsələsi başqa yerlərə gətirib çıxarır. Burdan yola çıxaraq yerli istər gənc, istər digər səviyyəli olsun da, yəni hazır futbolçulara hansı məsləhətlər verir? İnanın mənə çox uzun mövzudur. Bu həqiqətən uzun mövzudur. Prosto bu mövzuda danışmaq uzun mövzudur. Bu mövzuda danışmaq vaxtlar lazımdır, zaman lazımdır. Ən birinci biz uşaq futbolunu dəyişməliyik. Yəni bu illər inanın boş-boşuna getdi. Ki uşaq futbolunu dəyişməliyik. Yəni bu mənim şəxsi fikrimdir, bəlkə də razılaşan olmayacaq. Mənə görə problem məşqçilərdədir. Ki uşaq futbolunda olan məşqçilərdədir. Yəni mən dediyim kimi, mən uşaq futbolunda başlamışam 15 yaşlarda, 19 yaşlarda. Yəni təməldə olunan problemlər var. Təməldə həddən ziyadə problem var. Hamıya şamil deyil. Bu gün 9-13 yaşına qədər olan uşaqlar, onlara təməl texnikanı öyrətməlisən, ona dönməyi öyrətməlisən, ayaq içi öyrətməlisən. Biz gəlir onu 15 yaşında eləməməliyik, 19-da eləməməliyik, Premyer Liqada eləməməliyik.
Ya burada da sırf məşqçilərin üstünə iş düşür. Yəni deyək bu uşaq 9, 13, 14 yaşında olan uşaq ağ kağızdır. Nə öyrətsən ona, onu eləyəcək. Deyirsən bala vur qabağa, vuracaq. Deyirsən pas oyna, pas oynayacaq. Yəni bizim problem olaraq uşaq futbolundadır. Yəni hər məşqçi şamil eləmirəm. Ki gələn 9, 11, 13 yaşına qədər olan period deyirəm. Gələn hamısı çempionluq oynayır. Sən 13 yaşında və ya 9, 10 yaşında çempion oldun, nə olacaq? Nə dəyişir də yəni? Sənə 2 manat, 3 manat gətirlər, medal asırlar. Odurmu o iş? Biz bunu dəyişməliyik birinci. Ki uşaqlara öyrətməliyik. Və o qoyulan məşqçilərə də təhsil verməliyik. Deyək ki, nə bilim, asıram Hollanda Ligi və İspaniyadan hansısa bir akademiyanın ver işlərini ona. Böyük bir iş də deyil. Yəni deyim ki, dəyişə qlobal böyük bir iş də var. Sən 19 yaşından 13-ə qədər sən buna təməl texnikanı öyrətməlisən. Dönməyi öyrətməlisən, ayaq içi pas verməyi öyrətməlisən. Böyük bir mövzu deyil ki bu. Akademik olmaq lazım deyil ki buna. Problem oradan başlayır. Ki məşqçilər, yəni bunu da qabardım ki, onlara həqiqətən yaxşı maaş verməlisən. Çünki o yaşda olan səbir lazımdır. Onlara detallı öyrədən adam lazımdır, ona səbir lazımdır və ona maddiyyat lazımdır ki, adamın işi gücü ancaq o mövzuda işləsin. Yoxsa buna sən 300 manat, 500 manat pul versən, bundan sonra deyir, gedim ikinci iş hardan tapım mən. Yəni yönləndirə bilmir. Amma problem uşaq futbolundadır. Ki, uşaq futbolu uşaqda deyil, məşqçilərdədir problem. Buna mən də aidəm ki, orada biz o yaşda olan futbolçulara təməl texnikanı öyrətməliyik. 14, 15, 16 gəldi, sizcə burada biraz taktika gedir, burada biraz sistematik nəsə gedir. Amma problem 9-dan 13-ə qədər olan problemdir. Sıfırdan başlayır. Yəni ki, bu adam yəni Azərbaycan futboluna baxın, yəni deyək mütəxəssislər daha məndən yaxşı işləyən mütəxəssislər də bilir ki, Azərbaycan futbolunun arxasına dönüb alan futbolçu yoxdur. Bu uşaq futbolundan gəlir. Bu mümkünsüzdür. Sən 19-20 yaşında sən bunu dönən başını döndürə bilməyəcək. Amma uşaq futbolunda olarsa, oca qalacaq. Bugün Azərbaycan futbolunu bir dənə örnək gətirmişsə, Neftçidə Ozoviç. İnanın, onun dönməyi ona bugün pullar qazandırır. Azərbaycan futbolunda onun kimi dönən futbolçu yoxdur. O da baxırsan ki, Xorvatiya məktəbidir. Yəni məktəblərimiz də biraz belə deyə inkişaf eləməlidir. Akademiyalar olsa da mütləq orada da iş. Dedim ya, bu mənim şəxsi fikrim. Bəlkə kimsə razı olmayacaq, kimsə qəbul eləməyəcək. Bu normaldır. Amma yəni 15-də işləyən adam kimi deyirəm ki, 15-ə qədər gələndə görürsən futbolçu bilmir ayaqçı pas verməyi. Dönməyi bilmir, qəbul eləməyi bilmir. Bunun üçün də səbirli adam, ağıllı adam üstündə durub onu işlətməlidir. Səbirlə işlətməlidir. Aydındır. Elvin, növbəti mövzusuyla bağlı danışdıq, amma bir daha soruşum belə deyək, baş məşqçi olaraq gələcəkdə özünü harda görürsən, necə görürsən, yəni hansı inkişaf yolu keçməlisən? Bu mənada məsələn şans almaq nə dərəcədə vacibdir Premyer Liqada və yaxud da o səviyyələrdə, yüksək səviyyələrdə? Yəni belə deyək, günlük plan olaraq növbəti mövzusundan özünün inkişaf üçün hansı planlar var? Məsələn, yəqin ki, kateqoriya falan məsələsi də düşünürsən. Əlbəttə ki, ən birinci A kateqoriyasıdır. İndi B-ni oxumuşam, bundan sonra A-ya gedəsiyəm inşallah. Zaten orada kateqoriyada çox şey öyrədirlər bizə. Şəxs öz adıma deyirəm, mən 180 dərəcə dəyişdim orada B kateqoriyasında. Yəni bunun A olsa, bunun prosu olsa, insan həqiqətən dəyişir. Futbolçu modulundan çıxırsan. Ən birinci təhsil lazımdır zaten. Orada öyrədirlər. Sən onu sonra gəlib tətbiq edirsən komandanda. Bu çox önəmli şeydir. İnkişaf yolunda da zaten hər məşqçidən öyrənməyə çalışıram mən. Hər futbol mütəxəssisindən öyrənməyə çalışıram. Həm yerli olsun, həm internet qarşısında durub hansı oyunlara baxıram. Yəni inkişaf eləmək üçün mütləq oxumalısan, öyrənməlisən və onu praktika eləməlisən. Bunun üçün inşallah dediyim kimi, əgər Sabahil komandası qalarsa, iddialı olarsa, nə gözəl. Yəni yenidən iddialı olub Premyer Liqaya qayıtmaq üçün
əlimizdən gələn maksimum elə. İnşallah bundan sonraki periodda da bilmirəm necə olacaq. 1 il olacaq, 2 il olacaq, 3 il olacaq, onu bilmirəm vaxtını, amma inanıram ki, bir gün o şans gələcək və ondan maksimum dəyərləndirib daha yaxşı yerlərə gəlmək istəyirəm. Bəs ikinci olaraq işləmək necədir? Ümumiyyətlə, yəni bu mövzu da ayrı bir mövzudur. Yəni ikinci olaraq işləmək həm çətindir, həm çox adam istəmir, həm çox adam istəyir. Məsələn, yaxşı hansı səviyyəli klubda və yaxud da ikinci işləmək üçün də, köməkçi işləmək üçün hansı şərtlər olmalıdır sənin üçün? Əvvəlcə özünüz də qeyd elədiniz ki, təcrübəsi olan adam yanında işləsən, yəni mən öz adıma deyirəm ki, Premyer Liqada işləyən adamın hamısında təcrübə var. Onlardan nəyisə öyrənmək bu gün dedim şəxsən öz adıma deyirəm ki, mən hər kəsdən öyrənməyə açığam, öyrənmək zorundayam, çünki yeni başlayıram. Yəni o məşqçilərin elədiyi, qazandığı rezultatın heç 1%-ni qazanmamışam. Ona görə bu günlər mən deyim, onun yanında işləyə bilmərəm, bunun yanında işləyə bilmərəm, elə bir şey yoxdur. Zaten kimin yanında işləsən, təcrübəli adamların yanında işləsən, zaten sən onlardan götürürsən. Yəni istər sistem baxımından, istər davranış baxımından, istər futbolçuda necə rəftar eləyir, hər şey var da yəni orada. Niyə də olmasın? Yəni gələcəkdə yəni bu şeylər də normaldır. Yəni futbolçunun inkişaf eləmək, məşqçinin inkişaf eləməsi üçün. Və son olaraq hamımızın yaralı yerimiz olan milli komanda məsələsi bu gün növbəti toplanışın artıq vaxtı çatır və çox narahatlıqlarımız var, çox suallar var. Biz bayaq danışdıq, əslində tam səmimi olmağa qalarsa mənim də fikrimcə nəinki milli, ümumiyyətlə bütün futbol modellərində daha belə gənc, daha fəlsəfəsi olan məşqçilərə üstünlük verilməlidir ki, bunu dünyada hər kəs eləyir. Amma biz Fernando Santuşa inandıq, yəni AFA rəhbərliyi olaraq inandılar. O qədər də pozitiv görünmür. Millidən yaxın dönəmlərdə gözləntilərin necədir? Məşqçi barəsində bu rəhbərlik qərar verib, bu barədə yəni bizim danışmağımızla nəyisə dəyişəcək bir şey deyil. Çünki bu qərar verilibsə, bunun da məsuliyyəti onlaradır. Amma milli komanda səviyyəsində deyək danışsaq, milli komanda futbolçular səviyyəsində danışsaq, inanın il getdikcə daha vəziyyətimiz betər olur. Ki bu günləri futbolçu tapa bilmirik milli komandaya və biraz ağır mövzudur. Milli komanda oynamış birisi kimi deyirəm ki, vaxt var idi bizi tənqid edir də, bu normaldır. Sonradan dedilər ki, ən yaxşı nəsil indi gəlir, onlar saldı bizi axıncı liqaya. Ki, amma mənə görə, bu mənim şəxsi fikrimdir, bizdən qabaqçılar, bizdən üstün idi, həddən ziyadə üstün idi. Yəni, Mahmudlar, Vidadilər, nə bilmək, Tərlanlar, yəni, müəllimlər hansı, yəni, prosto futbolçu baxırlar. Ki, onlar həqiqətən çox talantlı idilər. Bizdən 2 dəfə, 3 dəfə talantlı idilər. Yəni, prosto həmən vaxtı sistematik oynasaydıq, bugün müasir futbolun çaraları olsaydı, bugünlər bəlkə də bizim komandamız və onların sayəsində tutunub bir yerə gedəsiydik. Onlardan sonra gələnlər, Rəşadlar, Eminlər, onlar əlaydı. Sonra bizim sfera gəldi, yəni bizim futbolçular gəldi. Bizim də bizim Pakariyanda olan futbolçular da demirəm şedevr elədilər, şedevr elədik, amma Luksemburg, Liechtenstein oynayanda biz 3 xal kimi baxırdıq onlara. Amma indi onlar bizə 3 xal baxır. Rəqib olaq deyək, Azərbaycan oynayacaq 3 xalımız var. Yəni o qədər dəyişib. Ən sonunda da milli komanda bizim milli komandamızdır. Onlara uğurlar arzu edirəm. Əlbəttə ki, çətin qrupdur, çətin rəqiblərdir. Ancaq uğurlar. Son olaraq səncə yerli məşqçilər ümumiyyətlə artıq yerlilərə belə deyək də, indi burada podkastda sərbəst formatda futbol dilindən desə, yerlilərə verilə bilərmi milli? Artıq vaxtıdırmı? Yəni yerli məşqçilərimiz buna hazırdırmı? Niyə də olmasın? Yəni yetəri qədər məşqçilərimiz var ki, yəni bu öhdəsindən gələcək bacarıqlı olan məşqçilər var. Ən azından o ajotajını yaradacaq şeydə Razdivakada soyunma yeyim otağında və yaxud da yəni yanaşmasındanmı? Niyə də olmasın? Yəni şans vermək lazımdır yəni. O demirəm bu ideal olacaq. Amma yəni şans verə bilərik də yəni. Yəni bizim də yəni Premyer Liqada işləyən məşqçilərimiz var ki, adlı sanlı.
rezultatı olan məşqçilərimiz var ki, niyə də olmaz? Ki bir dəfə şans verir, ya alınarsa 2 il 3 il şans verib onlardan da bir nəsə gözləmək olar. Təşəkkür edirəm müsahibə üçün. Sağ olun. Çox maraqlı idi sənin fikirlərini almaq. Azərsmal YouTube kanalında növbəti futbol podkastımızda qonağımız Elvin Məmmədov idi. Səbail klubunun baş məşqçisi, bu mövsüm Premyer Liqada debüt edən gənc məşqçi və keçmiş millimizin keçmiş üzvü. Görüşərik, hələlik.